Sizlerle bir penaltı sahanında oynayırıq. Yarışmacılarımız Emil ve Ramal'dır. İndi ise onları tanıdım. Bu Ramal'dı dostlar. Yarışacağımız adam. Bu ise Emil. Onda başlasın. Qapçımız hesab olacaq dostlar. Ramo başlayabilirsən. Birinci penaltı vurulur. Qapçı tuttu. Emil vurabilirsən. Başla. Emil birinci vuruşu. Emil ayağı yerə dəydi. Dostlar hələ ki 0-0'dır. Hərəsinin bir də bir vuruşu idi. İndi Ramal'ın ikinci vuruşudur. Vurabilirsən Ramal. Ramal aşırtma istədi amma alınmadı. Qapçı qoymadı. Biraz yaxınlaşdı. 2-yə vur. Emil'də də növbə. Emil vurabilirsən. Emil yenə divara. Heç nə olmaz. Hərəsində 2 dənə gedib. Deməli dostlar, indi hərəsində 2 dənəsi gedib. İndi Ramal vurur. Üçüncü vuruşudur bu. Ramal qapçı qoymadı. Dostlar səhv gördüm. Qayət deyəsən arxasından çərkasından girdi. Qol yemiş. Ramal 1-0 önə keçir. Emil vurur. Emil yaxşı vurmuşdu amma qapçı qoymadı. Dostlar sayın videomuzu bildirəm amma mənə də dəstək verin. Mən də 1000 abunə üzrə dəstək verin də. Yəni abunə olub like atmayı unutmayın. Nəysə keçək. Ay sus da. Ramoş 4-cü vuruşunu vurur. Ramo 4-cü vuruş Emil'in növbəsidir. Emil vurur. Hələ ki Ramoş 1-0 qabaqdadır. Emil yenə divara. Uşaq divar aşkıdır deyəsən. Deməli Ramal'ın son atışıdır. Ramal belə atmaq istədi. Yəni öz qərarı idi. Nəysə. Yəni Ramoş hələ bir dənə qol ata bildi. Ramal biraz şişdi amma nəysə. Yaxşı. Və bu da Emil'in axırıncı vuruşudur. Əgər Emil bunu vursa bərabərliyi gətirəcək. Təzədən yenə 2 atış olunacaq. Amma vura bilməsə oyunu qazanan Ramal olacaq. Emil vurdu. Emil qapçı saxladı. Və qələbə Ramal'ındır. Turda